Audit bazarında dempinq, auditor xidmətlərinin bazar qiymətlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə təklif olunması nəticəsində audit keyfiyyətinin zəifləməsi ilə xarakterizə olunur. Auditdə dempinq halları adətən rəqibləri bazardan sıxışdırmaq məqsədi ilə auditor xidmətlərinin real əmək tutumuna uyğun olmayan dərəcədə aşağı qiymətlərlə təqdim edilməsi ilə müşahidə olunur. Bu zaman audit standartlarının tələblərinə tam əməl olunmaması, zəruri audit prosedurlarının tam həcmdə həyata keçirilməməsi, müştərilərin cəlb edilməsi məqsədi ilə auditor rəyinin formal xarakter daşıması kimi hallar müşahidə edilir. Nəticədə xidmət bazarında qeyri-sağlam rəqabət formalaşır. Beynəlxalq təcrübə göstərir ki, audit sahəsində dempinq yalnız qiymət amili ilə məhdudlaşmır. Eyni zamanda peşə etikası normalarının pozulması, keyfiyyətə nəzarət mexanizmlərinin zəifləməsi, maliyyə təhlükəsizliyi və ictimai etimad üçün risklərin artırılması ilə də müşahidə olunur. Qeyd olunan amillər auditin əsas funksiyasını, yəni maliyyə hesabatlarının etibarlılığının təmin olunması missiyasını zəiflədir. Azərbaycan Respublikasında auditor xidmətləri bazarında son illərdə müşahidə olunan əsas xüsusiyyətlərdən biri də auditor xidmətlərinin dempinq qiymətlərlə təklif olunmasıdır. Azərbaycan audit bazarında dempinq probleminin formalaşmasına təsir edən əsas amillər sırasında auditor xidmətlərinin qiymətləndirilməsi üzrə vahid metodologiyanın və işlək mexanizmlərin olmaması mühüm yer tutur. Bu səbəbdən minimal audit saatlarının və resurs tələblərinin normativ qaydada müəyyən edilməməsi qiymət fərqlərinin kəskinləşməsinə gətirib çıxarır. Eyni zamanda keyfiyyətə nəzarət mexanizmlərinin yetərsizliyi nəticəsində auditor təşkilatlarının fəaliyyətinə dair monitorinq prosesləri hələ də tam sistemli və davamlı şəkildə həyata keçirilmir ki, bu da bazarda qeyri-sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır. Bununla yanaşı, müştəri maarifləndirilməsinin zəif olması səbəbindən auditor xidmətləri sifarişçilər tərəfindən lazımi səviyyədə qiymətləndirilmir. Bir çox müəssisələr auditor xidmətinin şəffaflıq və etibarlılıq aləti kimi deyil, qanunvericiliklə tələb olunan formal sənəd kimi qəbul eləyir ki, bu yanaşma da dempinq meyllərini daha da gücləndirir. Bundan əlavə auditorların bazarda mövqe qazanmaq və ya mövcud mövqelərini qorumaq istəyi fonunda bəzi hallarda peşə etikası prinsiplərindən kənar çıxılması da dempinq probleminin dərinləşməsinə səbəb olan mühüm amillərdən biridir. Azərbaycan praktikası üçün dempinq bir sıra formalarda özünü göstərir və bu hallar auditor xidmətlərinin keyfiyyətinə mənfi təsir edir. Bunlardan biri ucuz rəy təcrübəsidir. Bu halda auditor rəyinin dəyəri həyata keçirilmiş audit prosedurlarının real həcmini və əmək tutumunu əks etdirmir. Nəticədə təqdim olunan rəyin etibarlılığı sual altına düşür. Dempinqin digər forması formal audit aparılmasıdır. Bu zaman audit sənədləşməsi və sübut bazası kifayət qədər formalaşdırılmadan, audit standartlarının tələblərinə tam əməl edilmədən hesabat təqdim olunur. Tender prosedurlarında yalnız qiymət meyarının üstün tutulması da geniş yayılmış hallardan biridir. Xüsusilə dövlət və iri müəssisələr tərəfindən keçirilən tenderlərdə ən aşağı qiymət əsas seçim meyarına çevrilir ki, bu da keyfiyyət amilinin ikinci plana keçməsinə səbəb olur. Eyni zamanda audit proqramlarının və rəqəmsallaşma alətlərinin düzgün tətbiq olunmaması da dempinq meyllərini gücləndirir. Bu hallarda texnoloji imkanlardan audit proseslərinin keyfiyyətinin artırılması məqsədi ilə deyil, daha çox proseslərin formal şəkildə sürətləndirilməsi və xərclərin minimuma endirilməsi üçün istifadə olunur ki, bu da auditin mahiyyətinə və nəticələrin etibarlılığına mənfi təsir göstərir. Dempinq Azərbaycan audit bazarında bir sıra ciddi və təhlükəli nəticələrə səbəb olur. Bu hallara audit prosedurlarının səthi şəkildə aparılması, audit keyfiyyətinin aşağı düşməsi, maliyyə fırıldaqçılığı risklərinin vaxtında aşkar edilməməsi, maliyyə şəffaflığının və hesabatlılığın etibarlılığının azalması, investor etimadının zəifləməsi, auditor peşəsinin nüfuzdan düşməsi, həmçinin bazarda qeyri-sağlam rəqabət mühitinin formalaşması və xidmət bazarının deformasiyası daxildir. Ən ciddi risklərdən biri isə auditin öz mahiyyətini itirməsi ilə bağlıdır.
Belə ki, audit ictimai nəzarət aləti olmaqdan uzaqlaşaraq sadəcə formal sənəd xarakteri daşıyan prosedura çevrilir. Eyni zamanda dempinqin audit keyfiyyətinə mənfi təsirləri sırasında bir sıra mühüm məqamlar xüsusi vurğulanmalıdır. Bunlara audit prosedurlarının formal şəkildə həyata keçirilməsi, audit sübutlarının kifayət qədər və əsaslandırılmış formada toplanmaması, auditorun peşəkar mühakiməsinin zəifləməsi, auditor müstəqilliyinin pozulması, ictimai etimadın azalması, maliyyə fırıldaqçılığının aşkarlanmasının çətinləşməsi və auditin ictimai nəzarət funksiyasının zəifləməsi daxildir. Xüsusilə qeyd olunmalıdır ki, dempinq meylləri kiçik və orta sahibkarlıq subyektləri arasında auditin daha çox formal xarakter almasına səbəb olur ki, bu da həmin sektor üzrə maliyyə intizamının və şəffaflığın zəifləməsi riskini artırır. Xarici ölkələrdə auditor xidmətləri bazarında dempinqə qarşı mübarizə əsasən institusional yanaşmalar çərçivəsində həyata keçirilir və bu yanaşmaların mərkəzində keyfiyyətə nəzarət mexanizmləri dayanır. Avropa İttifaqı modelində dempinqə qarşı mübarizədə birbaşa qiymət məhdudiyyətlərinin tətbiqindən isə daha çox audit xidmətlərinin keyfiyyətinin qorunması prioritet hesab olunur. Bu yanaşmada dempinq aşağı qiymət fenomeni kimi deyil, audit keyfiyyətinin aşağı salınması kimi qiymətləndirilir. Bu baxımdan əsas alətlər sırasında ictimai nəzarət orqanlarının fəaliyyəti, auditor təşkilatları üzərində müstəqil keyfiyyət monitorinqinin həyata keçirilməsi, eləcə də tender prosedurlarında yalnız qiymət deyil, keyfiyyət, təcrübə və resurs təminatı meyarlarının üstün tutulması xüsusi əhəmiyyət kəsb eləyir. Xarici təcrübədə dövlət nəzarəti ilə peşəkar auditor təşkilatlarının fəaliyyəti arasında effektiv koordinasiyanın qurulması da mühüm yer tutur. Bu əməkdaşlıq həm audit keyfiyyətinin yüksəldilməsinə, həm də bazarda sağlam rəqabət mühitinin formalaşmasına xidmət eləyir. Amerika Birləşmiş Ştatları təcrübəsində isə audit keyfiyyətinin pozulması halları ciddi hüquqi məsuliyyət doğurur. Bu isə auditorların fəaliyyətində peşəkar məsuliyyətin artırılmasına, audit prosedurlarına daha ciddi yanaşılmasına və nəticə etibarilə dempinq meyllərinin qarşısının alınmasına mühüm təsir göstərir. Dempinqin qarşısının alınması məqsədi ilə kompleks və sistemli tədbirlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlər həm dövlət və tənzimləyici orqanlar, həm auditor təşkilatları, həm də auditor xidmətlərinin sifarişçiləri səviyyəsində koordinasiyalı şəkildə tətbiq olunmalıdır. Dövlət və tənzimləyici səviyyədə əsas tədbirlərdən biri auditor xidmətlərinin qiymətləndirilməsi üzrə vahid metodologiyanın hazırlanması və tətbiqidir. Bu yanaşma auditor xidmətlərinin real əmək tutumu və resurs tələblərinə uyğun qiymət formalaşmasını təmin etməyə imkan verir. Eyni zamanda dempinq hallarının peşə etikası pozuntusu kimi qiymətləndirilməsi və bu hallara qarşı inzibati təsir tədbirlərinin tətbiqi mühüm əhəmiyyət kəsb eləyir. Auditorların rəqəmsal bacarıqlarının artırılması məqsədi ilə davamlı təlim proqramlarına cəlb olunması da audit keyfiyyətinin yüksəldilməsi baxımından vacib hesab olunur. Auditor təşkilatları səviyyəsində isə keyfiyyətə əsaslanan reytinq sisteminin tətbiqi, rəqəmsal texnologiyaların audit xidmətlərinin ucuzlaşdırılması deyil, keyfiyyətin artırılması məqsədi ilə istifadəsi və daxili keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm nəticələr verə bilər. Bu tədbirlər audit prosesinin şəffaflığını və etibarlılığını artırmaqla yanaşı, bazarda sağlam rəqabət mühitinin formalaşmasına da töhfə verir. Müştərilər üçün isə əsas tövsiyələr auditor xidmətlərinin seçimində yalnız qiymət amilinə deyil, keyfiyyət göstəricilərinə üstünlük verilməsi, auditorun müstəqilliyi və peşəkar reputasiyasının əsas meyar kimi nəzərə alınması, həmçinin ucuz audit rəyinin uzunmüddətli risklərinin düzgün qiymətləndirilməsidir. Bu yanaşma auditin mahiyyətinin qorunmasına və maliyyə hesabatlarının etibarlılığının təmin olunmasına xidmət eləyir. Dempinqin qarşısının alınması məqsədi ilə bir sıra konkret və məqsədyönlü tədbirlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlər normativ hüquqi, institusional və peşəkar səviyyədə kompleks şəkildə tətbiq olunmalıdır. Normativ tənzimləmə çərçivəsində auditor xidmətləri üzrə minimal əmək tutumu standartlarının hazırlanması və tətbiqi mühüm əhəmiyyət kəsb eləyir.
Eyni zamanda dempinq hallarının peşə etikası pozuntusu kimi qanunvericiliklə təsbit edilməsi və buna uyğun məsuliyyət mexanizmlərinin müəyyən olunması da vacibdir. Tender mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində auditor xidmətlərinin satın alınmasında keyfiyyət meyarının əsas götürülməsi, ən aşağı qiymət prinsipinin isə məhdudlaşdırılması tövsiyə olunur. Bu yanaşma auditin keyfiyyətinin qorunmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcəkdir. Keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi məqsədi ilə auditor təşkilatlarının fəaliyyətinə dair dövrü inspeksiyanın həyata keçirilməsi və keyfiyyətsiz auditor xidmətlərinə görə effektiv sanksiyaların tətbiqi də təmin olunmalıdır. Peşəkar reytinq və şəffaflığın artırılması çərçivəsində auditor təşkilatlarının fəaliyyətini əks etdirən reputasiya və keyfiyyət reytinq sistemlərinin tətbiqi məqsədə uyğun hesab olunur. Bu, bazar iştirakçıları üçün obyektiv seçim imkanlarının genişlənməsinə şərait yaradacaq. Maarifləndirmə və peşə hazırlığı istiqamətində müəssisələrə auditor xidmətlərinin əhəmiyyəti və əlavə dəyər izahı edilməli, auditorların isə xüsusilə rəqəmsal bacarıqlarının artırılması üçün davamlı təlim proqramları təşkil olunmalıdır. Auditor təşkilatları səviyyəsində isə etik kodekslərdə dempinq hallarının qadağan olunması, daxili keyfiyyətə nəzarət mexanizmlərinin genişləndirilməsi, eləcə də keyfiyyət reytinqi və sertifikatlaşdırma sistemlərinin tətbiqi dempinqin qarşısının alınmasına yönəlmiş effektiv vasitələr kimi çıxış eləyir. Rəqəmsallaşma audit prosesini kökündən dəyişmiş və onun səmərəliliyini bir neçə istiqamətdə artırmışdır. Bu yeniliklər sırasında avtomatlaşdırılmış yoxlamalar, elektron sənəd dövriyyəsi, uzaqdan audit imkanları, süni intellekt və risk əsaslı seçmə metodlarının tətbiqi, həmçinin hesabatların daha sürətli hazırlanması xüsusi diqqət çəkir. Rəqəmsal texnologiyalar auditin müxtəlif mərhələlərində səmərəliliyi artırır. Məsələn, risklərin qiymətləndirilməsi, audit sübutlarının toplanması, analitik prosedurların genişləndirilməsi və hesabatlılığın elektronlaşdırılması prosesləri rəqəmsallaşmanın audit keyfiyyətinə verdiyi töhfələrdəndir. Eyni zamanda qeyd etmək lazımdır ki, rəqəmsallaşma audit bazarında xidmətin yanlış şəkildə sadələşdirilmiş və ucuzlaşdırılmış məhsul kimi təqdim olunmasına da səbəb ola bilər. Həqiqətən də rəqəmsallaşma auditin keyfiyyətini yüksəltmək üçün böyük imkanlar yaratsa da, onun yanlış tətbiqi xidmətin ucuzlaşdırılması və dempinq risklərinin artmasına zəmin yaratmış olur. Azərbaycan Respublikasında audit bazarının inkişafı və dempinq risklərinin azaldılması məqsədi ilə bir sıra normativ və institusional tədbirlərin həyata keçirilməsi təklif olunur. Birincisi, auditor xidmətlərinin qiymət formalaşdırılması üzrə vahid metodikanın hazırlanmasıdır. Bu metodikada minimal audit saatları, risk səviyyəsinə uyğun əmək tutumu və sektor üzrə minimal resurs tələbləri qanunvericilik və metodik sənədlərlə müəyyən edilməlidir. Belə yanaşma dempinqin qarşısını bazar mexanizmini pozmadan almağa imkan verəcəkdir. İkincisi, audit tenderlərində yalnız qiymət deyil, keyfiyyət meyarlarının əsas götürülməsidir. Dövlət və iri müəssisələrdə audit seçimi zamanı auditor komandasının peşəkarlıq səviyyəsi, audit planının əsaslandırılması, rəqəmsal audit alətlərinin tətbiqi və keyfiyyətə nəzarət mexanizmləri normativ qaydada nəzərə alınmalıdır. Bu yolla ən ucuz deyil, ən keyfiyyətli audit üstün tutulacaqdır. Üçüncüsü, keyfiyyətə nəzarət və inspeksiya sisteminin gücləndirilməsidir. Xarici təcrübəyə uyğun olaraq Azərbaycanda auditor təşkilatlarının müntəzəm inspeksiyası, audit sənədlərinin monitorinqi və keyfiyyətsiz auditə görə cərimə və lisenziya tədbirləri qanunvericilikdə daha konkret təsbit olunmalıdır. Dördüncüsü, dempinqin etik pozuntu kimi hüquqi təsbitidir. Auditorların etik kodeksində auditor xidmətinin real əmək tutumundan aşağı qiymətə təklif edilməsi, formal auditor rəylərinin təqdim olunması və qiymət dempinqinin bazarda qeyri-sağlam rəqabət yaratması ayrıca maddə kimi qeyd olunmalıdır. Bu yanaşma dempinqə qarşı intisam tədbirlərinin hüquqi əsasını da təmin edəcəkdir.
Beşincisi, audit təşkilatları üçün reytinq və şəffaflıq mexanizminin tətbiqidir. Audit bazarında şəffaflığın artırılması məqsədi ilə audit təşkilatlarının keyfiyyət göstəriciləri üzrə reytinqi, ictimai hesabatlılıq və peşə reputasiyasının ölçülməsi təmin olunmalıdır. Bu mexanizm bazarda qiymət dempinqinin çox keyfiyyət rəqabətini stimullaşdıracaqdır. Altıncısı, rəqəmsal audit standartlarının tətbiqidir. Rəqəmsallaşma şəraitində audit təşkilatlarının data analitika, süni intellekt fəaliyyətləri və elektron sübutların idarə olunması üzrə fəaliyyətinin normativ qaydada tənzimlənməsi vacibdir. Bütün bu tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi auditor xidmətləri bazarında dempinqə qarşı effektiv yol xəritəsinin işlənib hazırlanmasını və tətbiqini də zəruri eləyir. Fikrimizcə, mərhələli yol xəritəsinin tətbiqi nəticəsində Azərbaycan audit bazarında bir sıra mühüm və müsbət təsirlər gözlənilir. Belə ki, dempinq halları əhəmiyyətli dərəcədə azalacaq, auditor xidmətlərinin keyfiyyəti və auditorların peşəkar mühakimə səviyyəsi yüksələcəkdir. Eyni zamanda investor və ictimai etimad möhkəmlənəcək, audit peşəsinin nüfuzu artacaq və bazarda rəqabət yalnız qiymət yox, keyfiyyət əsaslı şəkildə formalaşacaqdır. Rəqəmsallaşma isə auditin ucuzlaşdırılması deyil, keyfiyyətin yüksəldilməsi üçün strateji vasitə kimi tətbiq olunacaqdır. Nəticədə bu mərhələli yol xəritəsi Azərbaycan audit bazarında dayanıqlı, şəffaf və keyfiyyətə əsaslanan rəqabət mühitinin formalaşmasına xidmət eləyəcəkdir.